Niyə filankəsin vəziyyəti yaxşıdır? Xəstədir təbadan. Niyə filankəsin vəziyyəti yaxşıdır? Sənə nə var, yaxı? Sənə nə dəxli var? Sənə nə aidiyyəti var filankəsin vəziyyətinin ümumiyyətlə? Bu sənin mövzundur. Sən elə bil təksən, yaşayırsan, Allah lazım olan nemətləri sənə verir. Niyə onun vəziyyəti yaxşıdır? Əcəb qəribə adamdır bu adamlar. Əcəb qəribə adamdır. Hələ bir ah da çəkir, narahat olur, qəmlənir də. Bunu dərhal məhv eləmək lazımdır qəlbdə. Dərhal. Dua eləmək lazımdır, Allah onun neymətini daha da artır ki, mənim içimdə olan bu xəbislik daha da zərbə alsın, yansın, aradan geçsin. Bu gələ bilər insanın qəlbinə, amma dayanmaq olmaz bunun üstündə. Dayanmaq olmaz. Gözün boylansın qohuma, qonşuya, dosta, tanışa, onun maşını, onun... Nədir axı? Nisbi şeylərdir, neymətlər fərqli şəkildə bölünür, həriyə nəsə çatır. Yəni bunlar çox nisbi məsələlərdir. Bu xəstəlikdən qaynaqlanan qəmlər.